Peşəkar mühasib sertifikatı almaq qərarına gəldikdə bunun asılı olmayacağını bilirdim. Bunun üçün də ciddi və planlı bir şəkildə hazırlaşmağa çalışdım. Özüm üçün gündəlik çox planı tərtib etdim və hər gün onlara əməl etmək üçün üzərində çalışdım. Təkcə burada mövzuları oxumaqla kifayətlənmirdim. Testlər həll edir, tapşırıqlar üzərində çalışırdım ki, mövzuları daha da yaxşı yadda qalsın. Elə mövzular olurdu ki, onları başa düşməkdə çətinlik çəkirdim. Bunun üçün əlavə qeydlər aparırdım və həmin mövzular üzərində daha çox çalışırdım. İmtahan günü əsas diqqətimi vaxtı düzgün, səmərəli bir şəkildə keçirməyə və həyəcanımı idarə etməyə yönəltdim. Bunun üçün də suallara ciddi və sakit bir şəkildə cavablandırmağa çalışdım. Cavab verərkən həm nəzəri biliklərə, həm məntiqi və praktiki biliklərə diqqət etdim və nəticədə də hər iki imtahanı uğurla verdim və peşəkar mühasib sertifikatını aldım. Bu sertifikat mənim üçün təkcə bir sənəd deyil, bu mühasibatlıq sahəsində özümə olan inamı da artırdı. Gələcəkdə bu bilikləri praktikada daha da düzgün bir şəkildə istifadə etmək, məsuliyyətli və dəqiq bir mühasib kimi çalışmaq istəyirəm və əsasda özümü bu sahədə daha da təkmilləşdirmək istəyirəm.